Salam dostlar, şəkildəki məsələyə baxaq. Sabit kütlə ideal qazın halının dəyişmə prosesi PT koordinat sistemində verilmişdir. Hansı qrafik VT koordinat sistemində bu prosesə uyğundur? Bizə verilən qrafikdə ideal qaz üzərində iki proses aparılmışdır. Hər iki prosesi biz VT koordinat sistemində tətbiq etməliyik. Birinci prosesə baxsaq, görərik ki, ideal qazın temperaturu sabitdir, təzyiqi isə artır. Temperatur sabit olduqda ideal qazın təzyiqi və həzmi tərs asılı olduğuna görə, təzyiq artdığına görə həcm azalmış olacaq. Birinci qrafik iki prosesi olacaq. İkinci qrafikdə, yəni ikinci prosesi təsvir etsək, ikinci prosesə baxdıqda görərik ki, burada təzyiq sabitdir və VT asılı qrafikində təzyiqin sabit olmasını düz asılılıq şəklində göstərəcək. Çünki təzyiq sabit olanda VT-dən düz asılıdır. Və burada temperatur artdığını görərik. Artıq qrafiklərimiz hazırdır və bunların ikisini biz bir qrafikdə, bir diaqramda göstərsək, bu şəkildə təsvir etmiş olarıq. Birinci halda temperatur sabitdir, həcm azalır. İkinci halda təzyiq sabitdir, temperatur artır. Deməli 1, 2, 2, 3 şəklində olacaq.